Hello, necəsiz qızlar, nə edirsiniz, nə var, nə yox? Yeni bir vlogdan hər kəsi salamlayıram. Xoş gəlmisiniz kanalıma. Həmişə sizlə bərabər də 100 min, 1 milyon, 10 milyon abunə gəlsin. Amin, amin, amin. Bugün özüm də bilmədən 5 il əvvəl çox ürəkdən istədiyim, qəribə bir şəkildə manifestlədiyim arzum gerçək olur. Bəs bu nədir? Videonun gedişatında görəcəyik. İlk öncə başlayırıq bu arzumu gerçəkləşdirmək üçün hazırlıq prosesinə. Əgər yağlı saçınız varsa məni çox yaxşı başa düşürsüz. Dünən saçımı yumağıma baxmayaraq bugün çolkamı yenidən yumalıyam. Çünki yağlanıb. Nə edək? Fenlədimsə ümumiyyətlə daha tez yağlanır. Son bir neçə videoda ən çox çolkamı necə düzəltməyim barədə suallar gəlir. Sadə bir şəkildə sadəcə yuyuram, quruduram. Daha sonra Dyson'dan belə bururam içəri doğru və onu bigudi ilə qatlayıram. Bir neçə saat qalandan sonra açıram və çox qəşəng olur. Hazırlıq prosesimiz üz baxım və makyajla davam edir. Makyajımın mükəmməl görünməsi üçün ilk öncə dərimi mükəmməl nəmləndirməliyəm. Özəl günlərdə ən çox istifadə etdiyim nəmləndirici bu kağız maskalardan birindən istifadə edirəm. Bu CV markasından olan maska mənim ən sevdiyim maskalardan biridir. Yəni üzü o qədər nəmləndirir ki, makyajın üzünüzdə pis qalma ehtimalı mümkün deyil, yoxdur. Bu gözler ah neler görür. Gençlik bizimdir, çocuklar öper bir anlar gençlik. Bir bozulur onun adından. Əgər Victor Hugo'nun yaradıcılığı ilə tanışsınızsa, Notre Dame de Paris əsərini 100% ki eşitmişsiniz ya da Hangback, əgər düz tələffüz elədimsə, of Notre Dame, yəni Notre Dame'ın Qozbel əsərini. Bugün onun tamaşasına gedirəm və mən 5 il əvvəl bunu manifestləmişəm çox qəribə bir şəkildə. Bunu necə manifestləmişəm, necə həyata keçib və s. bundan növbəti dəqiqələrdə danışacağam sizə. Hələ ki makyajımı eləyirəm, daha sonra isə birbaşa tamaşaya keçid eləyəcəyik. Qızlar, yenə hər şeyi əvvəldən göstərdim, sonunda heç də göstərə bilmədim sizə. Saçlarımı hazırladım, sadəcə açdım. Əlimlə də belə araladım. Çolkamı, bigudimi açdım, heç nə eləmədim əlavə çolkama. Bu bigudi çox qəşəng düzəldir həqiqətən çolkanı. Donda bunu geyindim belə. Qəşəng. Makyaj necədir? Sadə bir şey eləməyə çalışdım. Çox həmişəki işıltı, zərmər elə bir şeylər eləmədim. Yaxından göstərim. Mən özümü çox bəyəndim, həqiqətən də çox qəşəng olduğumu düşünürəm. Bugün bir də gəlmişdik paltolar haqqında. Buraya elə buradan da cavab vermək istəyirəm. Bəli, paltolar alıb yoxlayacaq. Çünki hər şeyin üstündən balonka geyinirəm. Mən heç özümə çünki palto yaraşdırmıram açığı, hamısı uzun olur deyə. Amma belə klassik geyimlərin üstünə də bildiyiniz balonkamı geyinib gedirəm. Çünki paltolar hamısı çox uzundur. Neysə ki, papağım klassikdir ən azından. Çantam da klassikdir ən azından. Belə. Üzümə xüsusi nur vurur, görürsünüz. Bu mənim gözəlliyimin nurudur. Zarafat edirəm. İşıqlarımı yanımda gətirmişəm. Düşündüm ki, doğrudan da çölə çıxanda mən təchizatımı götürməyə sanki utanıram. Belə cəmaatın içində hələ də bir utanma duyğusu biraz qalıb məndə. Heç nə. Amma bu dəfə utanmadım. Belə işıqlarımı falan taxmışam qəşəng kamerama. Orada çəkə biləcəmmi, bilməyəcəmmi bilmirəm. Düzdür, çünki konsertdən həqiqətən də zövq almaq istəyirəm tamaşadan. Amma yenə də ən sevdiyim mahnının bir qismini çəkməyə çalışaram. Düzdür, tam qoyamayacağam. Yenə də çünki copyright yeyəcəm mahnıdan. O da sırf başına mahnıda başqa nə var ki? Bizdən ora hardasa bir 25 dəqiqəlik, yarım saatlıq metro ilə yoldur. Burada bu ara hələ də qar var. Qar var deyəndə belə də qıraqlarda qalıb, ortaları falan çox təmizləyirlər. The next station is Kerete Palyaudvar. Buradakı küçələrin falan adını öyrənmişəm əməli başda. Öyrənmişəm, il yarımdır burada qalan bir zəhmət. Kim gəlsə gəzdirə bilərəm. Metronun səhv çıxışından çıxdıq, sonra kimsə bura gələnlərdən biri gördü ki, biz də axtarırıq. Dedi ki, bu bir çıxışdan çıxın. Kömək elədi, sağ olsun və cümbür cəmaət millət olaraq gedirik. Bu sport arena gedir. Üstü bağlıdır. Elvin dedi, istədiyim vaxt açılır. Üstü bilməm, yəni üstü bağlı olacaq çünki çox soyuq da var. Göstərim sizə ətrafı. 3 dəqiqədən bir də qabağa belə kola və s. yeri çıxır. Məncə spirtli satmırlar. Popcorn iyi gəlir artıq. Necə göründüyünü sizə göstərim. Hələ ümumi zalı göstərim sizə, tamaşa salın. İndi bu boyda yerdə biz yerimizi tapmalıyıq. Biz çox qəşəngdir. Bir dənə popcorn aldıq. Böyük bir dənə boyun göstərik şu an. Mən kola götürdüm. Və tamaşa zalı gözləyirik. 8-də başlayacaq. Çox xoşbəxtəm. Sizcə niyə? Çünki Elvin çox qəşəng şəkillərimi çəkdi. Buradan Elvinə alqışlayırıq dostlar. Yəni
Çox qəşəng şəkillərimi çəkdi. Özü təsadüfən live-da çəkib şəkilləri. Mən o şəkillərdən video da düzəldə bilərəm. Yəni o qədər qəşəng oldu. Çox xoşbəxtəm və çox həyəcanlıyam. Bilmirəm sizin belə bir anınız olub. Şəxsən mikrofonsuz danışıram, səsi izolat eləyərəm, ev yox. Uğraşam mən bir dəqiqə mikrofona. Yəni neçə illərdir ki, bu mahnıya davamlı şəkildə qulaq asıram və həmişə fikirləşirdim ki, nə vaxtsa canlı konsertə gedəcəm. Məhz bu tamaşanın. Amma bu orijinal aktyorların olduğu konsertə gedəcəyim heç ağlıma gəlməzdi. Həyat, qismət. Belə. Come world hits which we will bring you in Budapest. Bir neçə kadr görmüş olarsınız. Normal olaraq full çəkə bilmərəm. Heç icazə də yoxdur. Mümkün qədər də az qoymağa çalışacağam ki, çünki copyright yemək istəmirəm. Amma o qədər qəşəng idi, o qədər qəşəng idi. Yəni Elvin, sən nə düşünürsən? Hə, çox maraqlı, dəhşət. Oradan aktyorlardan hətta o kardinal olan öz oradaydı, orijinal YouTube-da olan videosundakı. 1998-ci ildən bəri eyni aktyor çıxış edir keşir rolunu. Oyunçuluq falan hamısı qəşəngdir. Digər aktyorlar dəyişmişdi, amma onlar çox qəşəng oynadılar, yəni. Akrobatlar falan bir dənə möhtəşəm səhnə idi. Ümumiyyətlə tək aktyorluq yox da, musiqi, işıq sistemi, arxadakı dizaynların dəyişməyi, dar ağacı, o da çox dəhşət bir şeydi. Yəni mükəmməl idi. Bunu Azərbaycanda da eləyirlər bu arada. Deyimsə, keçən il çünki biz Azərbaycanda olanda var idi, amma bilet tapa bilməmişdim. Mən bilet yox idi. Amma bu il qismət olsa Azərbaycana gəlsək və o tamaşa olsa mən getmək istəyirəm. Sən getmək istəyirsən? Eyni trup eləyir yoxsa? Yox, Azərbaycanlılar eləyir. Azərbaycan dilində eləyir, full Azərbaycan dilində. Hətta görə kim olsa, baxa görə kim təşkil edir, kim oyunçular kimdir, ona görə getmək olar. Keçən yəni ümumiyyətlə bilet tapmaq olmurdu. Azərbaycanda 3 dəfə oynadılar o tamaşanı. Full stock adda, yəni bütün zalda olmuşdu. Çox qəşəng idi. Bir neçə videosunu görmüşdüm. Çox maraqlı eləmişlər onlar da. Azərbaycanda olsa getmək istəyirəm. Əgər kimsə o tamaşanı oynayanlardan, təşkil edənlərdən və ya tanıdığı varsa çox xahiş edirəm, mənə bilet təşkil edə bilər. Zəhmət olmasa. Bu arada qızlar tamaşanı full olaraq YouTube-dan izləyə bilərsiniz. İngiliscə altyazı da var, türkcə də altyazı var. Notre Dame de Paris yanına İngiliscə subtitles ya da türkcə altyazı yazsaz gələcək. Çox maraqlıdır. Tövsiyə edirəm, mütləq izləyin. Yeni bir gündən hər kəsə salam. Necəsiz, nə edirsiniz, nə var, nə yox. Mən dünənin təsirindən çıxa bilmədiyim çox biruzə verir, çox bilinir. Çox gec yatmışam. Evə gələndən sonra təkrar videolara baxdım. Orada çəkdiyim videolara baxdım. Orada da təbii ki ağladım. Yəni mən ümumiyyətlə biraz emosionaldım, amma hər dəfə şeyə də ağlayan deyiləm. Amma belə həqiqətən ürəkdən istədiyim bir şeylərin həyata keçməyi və bilmirəm, həyata keçməyi məni çox xoşbəxt edir. Bunları niyə danışıram? Çünki mənim ətrafımda da, ümumiyyətlə həyatda da bilirəm ki, elə insanlar var ki, inanmır, heç nəyə inanmır. Bu insan ancaq mənfi düşünür, pozitivə inanmır. Məsələn, biri mənim qardaşım heç pozitiv düşünmür. Çox bilmirəm bu həkimlərin xasiyyətindəndirmi, nədir? Başa düşmürəm. Bu həkim olanda buna gələn bir update-mi? Ancaq realistik ol, qətiyyən xəyal qurma falan. Hardasa sizə deyim də 2021-ci ildə bundan 5 il əvvəl mən ilk dəfə Notre Dame de Paris-in tamaşasını gördüm. Mən dedim, "A, nə qəşəngdir, bu nədir?" Sonra mən qayıtdım, qardaşıma dedim ki, mən bu tamaşanın orijinalına gedəcəm. Məhz bu fransız aktyorunun, fransız dildə. Sonra qardaşım belə dedi. Əşi, sənin getməyin bir yana, bir də fransız dilindən orijinal aktyorlar olan tamaşanı tapıb getməyin. Ümumiyyətlə o tamaşanın oynamağı falan belə elədi. Düz 5 il çəkdi. Biraz uzun çəkdi ara. Amma yəni dünən o anı xatırladım. Bir kruqda onu ağladım. Səhər oyanmışam. Bugün dəhşət çox işim var. Həm qızlarla görüşəcəm, həm video editləməliyəm, tem videosu. Qazanların üçün temdən aldığım əşya ilə sürtməliyəm. Amma mən nə edirəm? Tezdən otururam. Yenidən baxıram. Yenidən dünən izlədiyim şeyə, evə gələndən sonra 100 dəfə videosuna baxdığım şeyə bugün otururam. Başdan full bir də başdan baxıram. İş görə bir gözüm ordadır, bir qulağım ordadır falan. Dəhşət bir şey idi. Yaxşı adam sözü zəng eləyər, qardaşım zəng eləyib. Alo. Alo. Yaxşı adam sözün üstünə zəng eləyər, qardaşım zəng eləyib. Səndən danışırdım mən də. Nə kimdir? YouTube-da da nə kimdir? YouTube-dasan. Məşhur olub. Baxın qardaşıma, görün necə yaraşıqlı. Kimin belə yaraşıqlı qardaşı var? Ay Allah. Bir dənə də arzumu burada tuturam. Parisdə Notre Dame kilsəsinin qarşısında, əsərdə ad keçən kilsə, onun qarşısında bu musiqini dinləmək istəyirəm. Yenidən və yenidən. Və başlayırıq prosesə. Temadan aldığımız bu 3 qazanları təmizləmək üçün olan vasitədən istifadə edirik. Görək hansı üzümüzü ağlayacaq. Biri bu çəhrayı olan təmizləyici pastadır. Biri narıncı rəngdə olan güya pozandı və qazanın üçün tərtəmizləyəcək. Çəhrayı ilə sponj, bu sarı sponj bir yerdə çıxmışdı. Biri də Ayda Vlog kanalından gördüyüm, aldığım bu setka kimi bir şey.
hansı ki qazanın için sürtmək üçün. Sadəcə belə bir şey deyim, bu çəhrayı olanda, narıncı olanda hamısı fıs. Buna qətiyyən pul verib almayın. Heç bir şey yaramadı, heç 1 qram belə işə yaramadı. Amma qazanın için sürtmək üçün olan bu dəmir setka var, mükəmməl. Yəni bunu alın. Heç cür peşman olmayacaqsınız. Çox rahatdır istifadəsi, çox asandır və tərtəmizdir. Əsas oldu ki, o birlər kimi içinə zibil dolmur, nə bilim, iyləmir, eləmir. Çox əla bir şeydir. 5 ulduz yazıram buna. Qazanları ağappaq eləyib bitirməyə verdiyi xoşbəxtçiliklə gedirəm qızlarla görüşməyə. İlk öncə sizə bu serumu göstərmək istədim. Bu Kerastas'ın antifriz serumu çox qəşəngdir. Mənim kimi buruq, qabarmağa çox meyilli saçlarınız varsa, həqiqətən də işə yarayır. Qabarıqlığın qarşısını alır. Saçınız belə çox qəşəng smooth olur. Danışdı ürəkdən dünyalar qədər, sirdaş oldu bizə beyaz gecələr. Günorta yenə dəhşət qəşəng, çox belə lapa-lapa şirin qar yağırdı. Təəssüf ki, artıq yağmır. Amma yenə hər yer ağappaqdır. Biz də gedirik. Yadınızda bir dəfə sizə yer göstərmişdim. Varoşlu Get kafeyə belə. İlk dəfə Ləmanla görüşdüyümüz yerdə yadınızda qalıbsa, yenə o səmtə gedirik. Hello! Xoş gəlmisiniz əziz dostlar. Ləmanı görürsünüz. Bu arada Ləmana keçən videodan da çox qəşəng rəylər yazmışdınız. İlk dəfə ki, hansısa rəfiqəm videoda bu qədər daha çox təriflənir. Hamı Ləmanın YouTube-a qoşulmağını istəyirdi. Mən də çox dəstəkləyici bir rəfiq olduğum üçün dirəşirəm ki, YouTube-a qoşul. Nə deyirsən? Buna baxın. Həqiqətən, yəni necə bu gölə baxın. Bu o qədər gözəldir, o qədər qəşəngdir qar. Neçə vaxt yağarmır. Doğrudan da həyat o qədər qəribə bir yerdir ki, və sizin üçün mənfi olduğunu düşündüyünüz hər şey əksinə sizin üçün xeyirlidir. Düzdür, bu indi bunun üçün çox kiçik bir nümunədir, amma yenə demək istəyirəm, normalda mən piyada yeriməyin tərəfdarıyam və burada piyada gəlmək istirdim. Amma gecikdiyimiz üçün Ləmanla bərabər avtobusla gəldik və bura avtobusun son dayanacağıdır. Biz bu dayanacaqda düşdük və o qədər xoşumuza gəldi ki, mənzərə. Tez zəng elədik, Simanı da çağırdıq ki, sən də gəl bura. Normalda bu Varoşlu Get ətrafının başqa bir səmtində, arxada görünür, baxın işıqlı qala. O tərəfdə görüşəcəkdik. Əgər avtobusla yox piyada gəlsəydik, biz buranı görməyəcəkdik. Doğrudan da çox qəribə belə şeylər olur həyatda, mistik. Ümumiyyətlə isə mənzərə çox gözəl idi, çox qəşəng şəkillər çıxdı həqiqətən. Sən hərəkət elə istəyirsən. Arkaya get. Gel. Şöyle göre zaten yok. Biraz da gel, arkada gel, biraz da gel. Evet arkadaşlar, ellerim yok. Birer belə. Burada çox təcili ağır işlər gedir arkadaşlar. Film çəkirik. Qatılmaq istəyən olsa, aktris olmaq istəyən olsa gəlsin. Öldüm. Neçə vaxtı gedirik, gəlirik. Niyə qaymırlar bu yolları? Burada biz bizəyik onsuz da. Biz bizə. Biz üçümüz və siz dəyərli izləyicilər. Hər gedəndə bizə baxır. Dayı gedə bax dedi, qızların başı xarab. Bu soyuqda bunlar neynirlər? Yusuf baba o fikri keçib Macarca keçirtdi məncə, amma keçirtdi. Məsələ dil deyil. Hepimiz kardeşiz. Bu acı nedir? Belə fikir verirəm ki, əlim yoxdur. Dedim mən. Elim yok ki. Yok ki bu. Simona şəkil bəyəndirməyə çağır. Sən əllərini necə elə? Simona şəkillərini bəyənməsə şu ayağımla çəkəsən. Eşidirsiniz məni? Biraz çox yaxın oldum mən sizə. Az. Videonu edilərkən gülməkdən ölürəm. Fikirləşirəm ki, Allah bu qədər soyuqda necə hiss eləməmişik onda. İndi bu videoya baxa-baxa daha çox üşüdüm hətta. Çox soyuq idi, amma dəydi çünki çox qəşəng şəkillər çıxdı. Ay qızlar, nə qarda gəzmək, nə bir şey, heç nə. Təsəvvür edirsiniz, üçümüz şəkil çəkdik və qaçaraq yox, oradan necə deyim, əxlaqi normalara uyğun olsun. Yəni oradan bir dənə çıxdıq. Dabanıza tükürüb. Çox soyuqdur, dəhşət. İndi gəldik Starbucks-a, təzə pistaçiyolu bir şeylər çıxıb istəyirəm nəsə içim. Təzə pistaçiyolu 4 növ bir şey gəlib, göstərim sizə. Yəni mən orada 4 dənə görürsüz yeni bir növ gəlib. Mən içəcəm pistaçio flower macchiato-nu. Koklamın rəngini bəyəndiniz, mən çox bəyəndim. Mağazadan çıxırdım, yenə səsim getmir, Allah səni kahretsin. Mağazadan çıxanda gördüm, kapdım. Direkt denemədən aldım. Qəşəngdir. Hardan almısan? Plumbeer. Qəşəngsən. One pistachio flower macchiato, please. Tall boy. And it's hot, yeah? Thank you. What's your name? A-I-S-E-L. Card, please. Gidə kofelərimizi o tərəfdə gözləyək. Zaytkam da qutarır, şəkillərə də baxa bilmirəm. Sən soruşmadın hot one, istəmədin hot one. Ay Allah, soyuqunca da Ləman soruşmadan buz kimi şey alıb, buz kimi. Bilməyib soyuqlu soyuq alıb. Mən təbii ki soruşdum. Bir zəka küpü olduğum üçün. Adımı belə yazanda, I hərfi ilə yazanda xoşum gəlir. A-Y-S-E-L. Mənə şey yazıblar, Lana. Mən Laman. Lama. Oy. Bunu çəkməliyəm. Bilsəydim bayaqdan çəkərdim. Ləman bir kofe aldı. Həm o kofenin isti əvəzinə soyuq aldı. Deyən stafetə gətirim mən sənə.
Bu arada mən öz kofemi bəyənmədim qızlar. Pistachiyolu macchiato götürmüşdüm, amma pistachio dadı çox az hiss olunurdu. Sadəcə üstündə bir yaşıllıq var idi. Belə elə bir kofenin qulağına kofenin qulağına pıçıldayıblar ki, sanki səndə pistachio var. Belə çox da bəyənmədim. Sanki kifayət qədər şəkil çəkdirməyibmiş kimi, bir də sanki Starbucksda yox, belə opera salonundaymış kimi bir ton da burada şəkil çəkdirdik. Amma burada çəkdirdiyimiz şəkillər də çox qəşəng çıxdı və qıraqda kompüterdə işləyən bir qız mənə çox qəribə baxırdı. Amma öyrəşmişəm, çünki işıqla çəkirik, professional kamera ilə çəkirik və qıraqdan belə baxışlara mən öyrəşmişəm. Amma pis mənada baxdığını düşünmürəm. Sadəcə insanlara maraqlıdır deyə baxırlar. Və mən bir dəfə bir reels görmüşdüm. Ondan sonra mənim üçün çöldə video çəkiliş etmək daha asan oldu. Yazılmışdı ki, qıraqdan baxan insanlar sizin abunə sayınızı təxmin edə bilmir. Bəlkə də onlar elə düşünür ki, siz 10 milyon abunəli məşhur influencersınız. Doğrudan da belədir. İnsanlar heç vaxt təxmin edə bilməz ki, sizin abunə sayınız 100-dür, 500-dür, yoxsa 100 milyondur. Əsas odur ki, siz özünüzü həqiqətən də professional hiss edəsiniz. Əminəm ki, bundan bir il sonra minimum 200 min abunəli və müxtəlif qlobal və yerli şirkətlərlə əməkdaşlıq edən Aysel bugünkü Ayselə utanmadığı, işi ilə fəxr etdiyi və daim videolar çəkdiyi üçün çoxlu təşəkkür edəcək. Və sizi növbəti gündən salamlayıram. Qızlarla gəldik evə, yoruldum. Həm gün yemək yedik, başqa heç bir şey görmədim deyə sabaha çəkirəm artıq. Elvin piraşki istəmişdi. Mən dedim ki, tək ki sən istə. Piraşki bişirməz miyəm? Ən sevdiyim şey onsuz da nəsə bişirməkdir. Mətbəxi ümumiyyətlə çox sevirəm və başladım piraşki bişirməyə. Bu arada çox qəribə bir şəkildə Azərbaycanda belə bir mif var ki, xəmir işlərini nə bilim böyük qadınlar eləyir, yaşlı nəsil eləyir, xəmiri yoğurmaq. Sanki bu çox çətin, çox ağır bir proses imiş kimi. Əgər bu söz-söhbət sizin də gözünüzü qorxudursa, qətiyyən qorxutmasın. Çünki burada çətin heç nə yoxdur. Ola bilsin bəlkə də əvvəlki dövrlərdə resept yox idi. YouTube-da hər kəs rahat şəkildə baxıb eləyə bilmirdi. Qulaqdan qulağa eşitməklə hər an xəmiri yaxşı çıxmırdı və s. Amma inanın ki, YouTube-da açın qoyun qabağınıza bişirə bilməyəcəyiniz heç bir şey yoxdur. Cəmaət evdə İtalyan makaronu pişirir. Yəni bildiyim pastanı özü kəsir. Nədir indi bir xəmir hazırlaya bilməyəcəyik biz? Qızlar Zara bağlamam gəldi. Yadınızdaysa keçən dəfə sizə demişdim. 2 dənə body mist almışdım. Onlar gəlmişlər. Bir yerdə açmışdıq elə. Hələ şamım gəlməmişdi. İndi şam açırıq. Əslində bircə dənə, wow, bircə dənə bir şey almışdım. Sadəcə şüşədir, yəqin belə gəlib. Wow, buna baxın. Çox qəşəngdir doğrudan da qutusu. Həmişə Zara'ya gedəndə oradakı bütün qoxuları eləyirəm. Zara'nın şamlarını doğrudan da bəyənirəm. Qəşəngdir qutusu. Hədiyyəlik olaraq məncə çox qəşəngdir. Qiymətini unutmuşam, baxıb yazaram buralara. Bir ətir üçün əməli başda şaşxalıdır. Qutusu belə kavanoz formasındadır. Sonra bunu işlədə edə bilərsiniz. Çox qəşəngdir. Əgər kofe qoxusunu xoşlayırsınızsa bəyənəcəksiniz. Bunu da qoyaq elə oradakı şamlarımızın yanına. Belə. O bizə rəy yazılmışdı, ən sağlam qidalanan sizsiz. Yox, biz deyilik. Bu dəqiqə tuş baxlavası yeməyə gedirik. Almağa gedirik, çünki bir də yedik, çox xoşumuza gəldi. Qəşəng yemək yemişik, bunu da paxlava ilə taşlandırmaq istəyirik və yol gedəndə biz həmişə deyirik, mahnı yarışması edirik. O mahnı oxuyursan sonra bir söz seçirsən, o bir o sözünü oxuyur. Baxın ondan, indi bir yerdə başlayacağıq. Görək, Elvin başlasın istəyirəm mahnıya. Hansısa mahnı? Ulduzlu gecədə bir yerdə rəqs edək, gözü sehirli biz sanki bir mələk, dətlə dünyaya hədiyyə göndərək. Hədiyyə. Hədiyyə sözündən mahnı tapmadım. Yəni bu dəqiqə ağlıma heç nə gəlmədi hədiyyə. Ad günü hədiyyəm. Hədiyyəm, hədiyyə, hədiyyələr. Siz bilirsinizsə siz rəy yazın, Elvin mənə başqa söz seçsin. Ulduz. Sevgilim ulduzlardan çələng hör mənə. Demirəm onları sər yollarıma, yetər ki dinlə. Olsun sevgilim. Sevgilim seyrə çıxaq. Burada gəliş baharı. Sevgilim seyrə çıxaq. Burada gəliş baharı. Gül açıb arzul ömrümün ən şirin arzuları. Anadır arzularım hər zaman Qarabağ. Danışar dil dodağım tarkaman Qarabağ. Qarabağ can Qarabağ ana yurdu. Ana sözü. Ana. Yəni Allah ağlıma deyir ki saat 2-də ana vaxtıdır, ana vaxtıdır. Almanca Azərbaycan mahnılar gəlir bu gün. Ey ana yurdum Azərbaycan, qardaşlıq dünyasısan Azərbaycan, ömrümün mənasısan Azərbaycan, anamın anasısan
Azərbaycan. Elə qardaş. Qardaş, başımın tacı qardaş, qardaş. Neydi? Ömrümün yazı Qardaş, qardaş. Payız gəldi, uçdu getdi quşlar. Sən də getdin, bax yağdı yağışlar. Payız gəldi, xəzan oldu dəniz. Bu dənizin gözü yaşlı sənsiz yar. Bu dənizin gözü yaşlı sənsiz. Elə var. Var? Var bunlar. Var. Ha, maraqlı sözdür. Neçə varsa pul. Life is wonderful. Bağda ərik var idi. Salam aleyküm var idi. Bağda ərik qutardı. Salam aleyküm qutardı. Eşatla Elnar yoxuydu. Zormandı. Bunlar copyright gəlməz mahnılara. Yox, bizim bu oxumağımızdan yox. Paxlava yoxdur təəssüf ki, yəni maşallahlar olsun soldatdır, qalmayıb ümumiyyətlə. Ona görə də biz də bir dənə trileçə aldıq, bir dilim. Mən heç trileçə yeməmişəm. Sən yemişsən trileçə? Mən elə biləm yemişəm. Mən xatırlamıram, məncə yeməmişəm. Burada mozaik pasta var, cheesecake var, başqa şirnə, brownie, revani, hamısı var. Yox, başqa bir gün gələcək yenə. Hədiyyə verdilər bizə. Mən belə şeylər olanda açıq utanıram, amma çox-çox sevinirəm. Çünki belə işimin dəyər gördüyünü görəndə ekstra işimə qarşı belə motivasiyam artır, həqiqətən həvəsim artır. Çox sağ olsunlar, həqiqətən bunu görüb dəyər verənlər. Təşəkkür edirəm. Bir daha söylə. Fəxr edirəm səndən. Məni candan usandırdı. Cəfadan yar usanmazmı? Fələklər yandı ahımdan. Muradım şəmi yanmazmı? Dın dın dın. Hə bu hicran tutar canım yanar eşq iyi düşür dabını. Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı? Dın dın dın. Oy. Ay uçan quşlar. Dırıdıt, Bir qanat açalım. dırıdıt, Yar gedən yola. dırıdıt, Bir xəbər salan. dırıdıt. Neyse dostlar, biz asta-asta evə çatırıq. Bugünkü musiqili neydi? Time-outumuz bu qədər idi. Orada evdə yığaram sizi. Evdə zəyləşərik. Yolsu bir dənə belə balaca maketə döndük. Görə fərqli maraqlı nəsə var. Bu boyca şirniyyatını eşitmişdim. Amma ərikli və peçenyanı ilk dəfə gördüm. Əriklə duzlu peçenya nə əlaqə? Cheesecake'li. Bir cheesecake'li falan olanların da qəşəng olmur adətən. Bunların hamısı 4 manatdır bu pletkalar. Bu fındıqlı bu şəkildə bol fındıqlı görünür. Bu amma 4 manat neçə qəpikdir. Twix'in salt karamellisi var. Neçədir? Harası 2 manat. Ritter Sport'un fərqli növləri var. Pistachiosu gəlib və limited edition'dır. 6 manat. Duzlu karamellisi daha yaxşı görünür məncə onlar. Bunların hər birinin qiyməti 6 manatdır. Bu marzipanlı olan 7 manatdır. Duzlu badamlısı var. Bu da 7 manat neçəsə qəpikdir. Qızlar, bizim bu kalendardan çıxanlar bu 2 manat imiş. 2 manat neçə qəpik. Trileçəni həyatımda ilk dəfə yerdim qızlar və mən heç bəyənmədim. Bilmirəm buradan pis hazırlamışlar, amma burada yediyim hər şeyi çox bəyənirəm deyə düşünürəm ki, ümumiyyətlə mən trileçənin dadını xoşlamadım sadəcə. Amma bu arxada bizə verdikləri bu simitə bənzər bir şey var. Bu dedi ki, açmadır. Nə isə açma dedi, peynirli açma dedi, nə bilmədim, amma İçindəki şirinlidir və o qədər ləzzətlidir. Bu arada arxada Antaklauskaya baxırıq. Əgər onlara copyright gedirsə çox xahiş edirəm, videoma copyright atmayın. Üstün bulurlayacağam. Sizi çox sevərək izləyirəm. Məni də videonuza qonaq çağırın. Gözləyirəm. Sizdən bu təklifi gözləyirəm. Məni videonuza qonaq çağırın. Videomuza nə qata bilərsiniz deyə soruşsan, sizə köhnə uşaqlığımızın dadını verən Snickers gətirə bilərəm Avropadan. Hətta bonus olaraq Bounty də gətirə bilərəm. Və burada videonun sonunu səsləndirirəm artıq qızlar. Ümid edirəm bəyənərək izləmisiniz. Mən çox əylənərək çəkdim. Kanala abunə olmağı, bu videoya rey yazmağı və videomu bəyənməyi unutmayın. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşərik. Hələlik.